Yahudi əsilli, əslində heç də o Azərbaycanlı filan deyildi. Yahudi əsilli əskərimiz Albert Aqarunov olmalıydı, səhv eləmirəmsə soyadı. O igid ondan müsahib alanda o demişti ki, mən bu torpaqda da olmuşam, bu torpağın çörəyini yemişəm, burada böyümüşəm. Yəni xülasə belə deyək də, sözümün canını hər halda başa düşdü. Ola bilər hansısa kəlməni birini az, birini çox deyə bilərəm. Hər bir kəs öz sahəsində nə isə eləməlidir. Amma haşiyədən kənara çıxın, adətən el arasında deyirlər ki, bu dünyada əbədi olan bir şey yoxdur. Amma mən deyirəm, var. Əbədi olan odur ki, sənin təmənnasız, sidqi qəlbdən, heç bir gözlənti olmadan gördüyün işdir, etdiyin əməllərdir. Bax, Allah tərəfindən də o qəbul olunur və yadda qalan olur, uzun ömürlü olur, ən azı. Heç olmasa uzun ömürlü olur. Yəni, el arasında, xalq arasında sənin bir xidmətin, faydan olubsa, yəni bu uzun illər yaddaşlarda qalır, hətta ola bilsin ki, nəsildən nəsilə də keçir. Bilmirəm, izah eləyə bildimmi yoxsa yox.